Tabii. Danış erməni ağzına vamış. Deyir şalvarın mübarək erməni balaqları ilə götürə əncil ağacı bu dağları ilə. 12 oldu gəlmədi yarım mənim. Erməni girdi götürə xiyarım mənim. Gecə 12 tamamda sikib ermənli hamamda. Hinçasım götürə basım piraşkı smiyasım. Bayaq şimdi dalma. Axırıncı dedim. Axırıncı dedin. Tükürdüm bastım dedim. Deyir xala, deyir nə var bala, deyir soxum dava verib qabağa, deyir bala yırğala. Bax elə lazım. Yolun ortasında ne tədbiri? Yolun ortasında. Adın nədir muzdur, deyir sikiciyim düzdür. Ama yolun ortasında ne tədbiri? Ey könlüm rağı yandırır çırağı, ortasına vurdurur qalsın qırağı. Çünki qız türməyə düşəndə bundan sayılır axı ona Yoga görə. dediniz sikir Deyir, sikir vur. deyir işki düşdü hümbətə, tüfür sikə vur götər. Yəni ki, türmədən çıxan qız sayılmır, göt sayılır. Təmiz qız gedib türməyə düşmür ki. Hələ uşağa deyərəm, ay sel, amcığımı yeyirsən, gəl yiyir. Bax, uşaq sənə belə baxar. Deyər, şutosa durnu yeluci, bax, elə Almaz o lazım. məzi haqqında da dedi biçimə. Kim? Məzi. Nasıl kim? Bir dənə götü var onun haqqında da sən zanında. O, gələk mən tutub o motoru masaj eləyib ki, sonra... Yox bir dənə onun haqqında deyən, o məzin haqqında sikim ağzını. Ağıl yıxılmış atalarda, az çıxıb şallarda, sən də evlənmədin. Çempionun başı bir qana batsın. Hələ tez alma. Niyə? Çünki o şey. Hələ məşq elətdirdim. Sən gedirəm mehman deyir ki, Aqil evlənməyib deyəm, yox. Kim mehmanın ağzını? Dedim, mən evlənməyib. Evlənsə dedim, mənə gəlinin şirinisindən verər. Allah qorusun. Allah sənə özün kimi gözəl oğlan versin, cibir olsun. Çok da güzel. Canan dünyaymış. Sağ ol. Göt oxuyub, nə gözəl. Adam dostunu elə demək. Bir tane kaşık, bir tane detay, bir tane kaşık. Bir tane süfte verək. Deyir, şalvarın mübarək erməni balaqları ilə götürə əncil ağacı budaqları ilə. Əti yedin tikə, qüvvə verir sikə. Dostun oldu zilədi, xuy edirsiz ilədi.